Salam şagirdlər. Bugün sizlər üçün mən sınaq 8-in izahlarını verəcəm. Başlayaq suallarımızın izahına. Birinci sualımız. ABD göründüyü kimi bax bu bucağımız daxilə çəkilmiş bucaqdır və BDC 15-dir. Bu da daxilə çəkilmiş bucaqdır. Bizdən istəyir şagirdlər buradakı AYD bax bu bucağı istəyir bizdən. X bucağını istəyir. Bunun üçün nəyə diqqət etmək lazımdır? Göründüyü kimi şagirdlər B bucağı ilə C bucağı daxilə çəkilmiş bucaqlardır və eyni zamanda bunlar hər ikisi, bax bunların hər ikisi hansı bucağa söykənir? Daha doğrusu hansı qövsə söykənir? Bax AD qövsünə söykənir. Eyni qövsə söykənən daxili bucaqlar nə idi? Bir-birinə bərabərdir. Onda burada neçədir? 60 dərəcədir. Sonra buradakı üç bucağa baxsaq, hansı üç bucaq? Y, C, D üç bucağa baxın. Bax bu üç bucağa baxsaq biz İki daxili bucağın cəmi 60 ilə 15-in cəmi nəyi verir bizdə? Bir xarici bucağı, yəni x-i verir. Onda bura neçə olacaq? 75 dərəcə. Doğru cavab A bəndə alacaq. İkinci sual. Deməli, burada nədir? AMB qövsü 100 dərəcədir. Deməli, baxın, bu qövs 100 dərəcəyə bərabər, düzdürmü? Və burada bir də nəyi verir bizə şəhərdə? AB vətəri ilə, daha doğrusu, AB ilə CD vətərlər nədir? Bir-birinə paraleldir. Və AB ilə də CD eyni zamanda nədir? Şərtdə verir ki, bir-birinə bərabərdir. Deməli, biz bilirik ki, bərabər və paralel olan vətərlər bərabər qövslər ayırır çevrədən. Onda bu qövsün də, yəni CD qövsü də neçədir? Bu da 100-dür. Düzdürmü? 100 dərəcədir. Onda ümumi çevrəmiz neçə dərəcədir? 360 dərəcədən mən bunların ikisinin cəmini çıxacam. Yəni 200-ü çıxacam. Eləyəcək neçə? 160 dərəcə. Deməli, bu hissələr ki var, bunlar da bir-birinə bərabərdir axı bu qövslər. Onda bu qövslərə də neçə qalır? İkisinin ümumilikdə cəmi 160-sa, bura düşür 80, burada düşür 80. İndi bizdən istənilən BCD, yaxud bu hissə. Bu bucağı istəyir bizdən. Bunu da tapmaq üçün nə edirdik? Söykəndiyi qövsün, hansı ki bu qövsə söykənir, bunun yarısına bərabərdir. Yəni bura neçə dərəcə olacaq? 40 dərəcə. Doğru cavab Y bəndi alacaq şahidlər. Üçüncü sualımızda nədir bizim? Diaqonalları 16 və 12 olan rombun perimetrini. Şahidlər, D1-in kvadratı üstə gəlinsin, D2-nin kvadratı bərabərdir 4A kvadratı. Bu diaqonallar və tərəf arasındakı düsturumuzdur. Onda D1-imiz bu olsun, D2-miz də bu olsun. 12 və 16. Gətirib yerlərini qoysaq, 16-nın kvadratı üstə gəlinsin, 12-nin kvadratı bərabərdir 4A kvadratı. 256 üstünə gəlsin 144 bərabərdir 4A kvadratına. Buradan 400 bərabərdir 4A kvadratına. A kvadratı nəyə bərabərdir? 100-ə, A da bərabərdir 10. A-nı, yəni rombun tərəfini neçə tapdıq? 10. Rombun perimetri nəyə bərabərdir? P bərabərdir 4A. Bu da 4 vurulsun 10, eləyəcək 40. Doğru cavabımız D variantını almış olacaq. Dördüncü suala baxaq. ABCD paraleqramında BCM 30-dur. Və MKD 130 dərəcə olarsa CMK. Bizdən bu bucağı istəyir, bu hissəni istəyir şahidlər. Bunun üçün nə edəcəm mən? Mən buradan BC-yə və AD-yə paralel bir düz xət keçirdim. Onda bu paralelliyə görə baxın, bu C bucağı ilə buradakı bu hissə nədir? Bir-birinə çarpazdır, daxili çarpaz bucaqlar əmələ gəlir. Onda bura 30-sa bu hissə də neçədir? 30 dərəcə. Sonra M olsun, bura Y olsun, MY düz xətti çəkmişəm deyə. Bu MY ilə AD də bir-birinə paralel axı. Bu paralelliyə görə də onda buradakı bucaqla da, buradakı bucaq nədir? Daxili çarpazdır. 130-un qonşusu neçə olacaq? 180-i tamamlamaq üçün 50. Bu 50-sə onda burada neçədir? 50 dərəcədir. Və bizdən də ümumilikdə bu CMD-ni istəyirdi. CMD də neçə oldu? 50 ilə 30-un cəmi. Bu da eləyəcək 80 dərəcə. Baxın, ümumi bura neçə oldu? İkisinin birlikdə cəmi 80 dərəcə. Doğru cavab B bəndə alacaq.
5-ci sual nə deyir baxaq. ABCD-yə düzgün 5 bucaqlısında ASBD diaqonalının kəsişməsindən alınan BFA. Yəni bu bucağı istəyir bizdən. Biz bilirik ki, şahidlər ixtiyari çoxbucaqlının xarici bucaqların cəmi 360-dır. Mən 360-ı 5 bucaqlı olduğuna görə 5-ə bölüb bir xarici bucağını tapıram. Eləyir 72. Deməli, buradan mən bu şəkildə uzatsam bu hissəni, bu bucağımız neçə dərəcədir? 72 dərəcə. Eyni ilə hamısını da uzatsam, yəni bu hissələr neçə dərəcədir? 72. İndi bu 72-nin qonşusu neçə dərəcə olacaq şahidlər bura? Bu 72-nin qonşusu olacaq 108 dərəcə. Çünki 180-ə tamamlamalıyıq. Bu 108 isə düzgün 5 bucaqlı deyilsə, onda bütün tərəflər bərabər olduğuna görə, burada göründüyü kimi A, B, C üç bucağı var. Bax, bu üç bucaq. Bu üç bucağımız necədir? Bərabər yanlı. Bərabər yanlı olduğuna görə bu bucaqlar, oturacağı bitişik bucaqlar nədir? Bir-birinə bərabərdir. Onda təpə bucağı bura neçə tapmışdıq? Təpə bucağı 108. 180-dən 108-i çıxsam neçə eləyir? 72. Deməli, bunların hər birinə neçə düşür? 36 və 36 düşür. Digər tərəfdən şahidlər, eyni ilə BCD üçbucağına baxsam, baxın, bu üçbucağa baxsam mən nə görürəm? Bu üçbucaqda da bu təpə bucağı neçədir? 108 dərəcə, düzdürmü? Bu 108 dərəcə isə, onda bura neçədir? 36, burada yenə eyni şəkildə 36 düşür. İndi, bu ümumilikdə bura 108 idi, axı, bax, bayaqlar tapmışdı. Bu 108 isə, bura neçə qalıb? 72. Deməli, x-i tapmaq istəsən, B, üçbucaq, B, A, F-ə baxın. Buradakı üçbucağa baxın. Bu üçbucağın daxili bucaqların cəmi neçə dərəcədir? 180. Onda yazacağım 72 üzərinə gəlinsin, x üzərinə gəlinsin 36 bərabərdir 180-ə. Buradan da x neçə göstərir? X 72 alınacaq şahidlər. Doğru cavabımız 72 cavabını alacaq C bəndə. 6-cı sual. 10 bucağının diaqonallarının sayını tap. Şahidlər, biz bilirik ki, çoxbucağının diaqonalları sayı düsturu n vurulsun n çıx 3 bölünsün 2 düsturundan tapılır, düzdürmü? 10 bucaqlı dediyinə görə n-in yerinə biz nə edəcək? Düsturda 10 qoyacaq. Olacaq 10 vurulsun 10 çıxılsın 3 7 bölünsün 2. Birbaşa yazdığımda bunların yerinə 10 qoydum. Ondan 3 tane 7. Bu da 70 bölü 2 35. Diaqonalların sayı 35 A variantı. 7-ci suala baxaq şahidlər. 7-ci sualda nə deyir bizə? Düzgün 6 bucaqlıdır, düzdürmü? Düzgün 6 bucaqlıdırsa şahidlər 360-ı 6-ya böləcəm, eləyəcək 60. Deməli, bir xarici bucağı neçə dərəcədir? Bir xarici bucağı, baxın, buradan çəkilən bir xarici bucağı 60 dərəcədir. Onda bunun qonşusu neçə olacaq? 120 dərəcə, düzdürmü? Bu 120 dərəcə isə, onda bunlar yan tərəflər bərabər olduğuna görə, baxın, bu hissə neçə olacaq onda? 180-dən, bax, ABF üçbucağında. ABF üçbucağında. Bu bucaqlar nədir? Oturacağı bitişik bucaqlar sayılır və bunlar bir-birinə bərabərdir. Onda bura 180-dən 120 çıxsam, qalır neçə? 60. Bura olur 30, burada olur 30. Digər tərəfdən şahidlər, 6 bucaqlının düzgün 6 bucaqlının böyük diaqonal ki var, burada çəkilib BY. Bu nədir? Bucağın tən böləndir. Yəni, buradakı bucağın tən böləndir. 120 dərəcə deyilmi? Bax, bura. 120 isə onda bura 60 qalır. Bu hissədə neçə olacağında? Bax, bu hissədə 60 olması üçün 30 bura düşübsə, x-in də qiyməti onda neçə olacaq? 30-a bərabər olacaq. Doğru cavabımız Y variantını almış olacaq şahidlər. 8-ci suala baxaq şahidlər. Xaricinə çevrilə çəkilmiş ABCD dördbucaqlısında, deməli, xaricinə çevrilə çəkilib. Deməli, bu çevrəmiz olsun şahidlər bizim. Bunun xaricinə bir dənə dördbucaqlı çəkilib. Deyək ki, ixtiyari bir dənə belə bir dördbucaqlı çəkildi. A, B, C, D. A bucağı deyir ki, 2x üstə gəlinsin 20-dir. B bucağı isə 2x minus 10'dur. Aha.
C bucağı isə neçədir? 4x minus 50. 4x minus 50. Biz də bu hissəni bilmirik. Bizdən istənilən bura y istəyir. Şahidlər, bilirik ki, qaydamızı xatırladım. Əgər çevrənin daxilində 4 bucaqlı çəkilibsə, onun qarşı bucaqlarının, yəni A-la C-nin cəmi eyni zamanda bərabər olmalıdır. Bucaq B ilə bucaq D-nin, yəni qarşı tərəflərdə duran cəmlərinə və o da bərabər olmalıdır. 180 dərəcəyə bərabər olmalıdır. Onda biz nə edəcəyik? Biz buradan 3x üstə gəlir 20, düzdürmü? Üstünə gəlinsin 4x çıxılsın 50-ni bərabər eləyəcək 180-ə. Buradan 7x çıxılsın 30 bərabərdir 180. Buradan da 7x bərabər olacaq 210-a, x də bərabər olacaq 30-a. X-in 30 qiymətini tapdıq. Onda gətirib B bucağına baxaq. Deməli, B bucağı bizdə necə idi? B bucağına bir dənə baxaq. Burada deyək ki, B bucağı nədir? 2x minus 10-dur. Onda gətirib x-in yəni 30 yazsam, 2 vur 30 çıxılsın 10. Bərabər neçə? 50 alacaq. Düzdürmü? Əgər bu bucaq 50-dirsə, onda bu bucaq neçə olmalıdır? 130 olmalıdır. Düzdürmü? 50 ilə y-in cəmi 180 dedik axı. Onda y bərabərdir 130 dərəcə alacaq. Bu da doğru cavab kimi hansı variantda göstərilib? D variantında göstərilib. 8-ci sualın cavabı D variantı. 9-cu suala keçdik şahidlər. 9. Deməli, mərkəzi O nöqtəsindən çevrə BA toxumanı və BC kəsəni çəkilmişdir. ABC 50 dərəcə. Deməli, bu bucaq, bax, bu bucaq neçə dərəcədir? 50 dərəcə. Bunun üstündə yazaq, bura 50 dərəcə. D, C, B-ni istəyir. Onda biz buradan D ilə C-ni buranı birləşdirək bu şəkildə. Bizdən istənilən, bax, bu bucaqdır. Buradakı bucağı istəyir. Şahidlər, bunu necə eləmək olar? Bu 50-dirsə, mən bilməliyəm ki, bax, bu mərkəzdən keçir axı, bu düzdürmü? Bax, BC mərkəzdən keçir də, düzdür. Onda qaydamıza əsasən 50 ilə buradakı bucaq ki var, məsələn, tutaq ki, bura y demişəm. Bu ikisinin cəmi, 50 ilə y-in cəmi 90 olmalıdır, yadda saxlayaq. Onda buradan y nəyə bərabərdir? 40-a. Bura yazaq, biz neçə onda? Bura olsun 40. Digər tərəfdən nəyə baxacaq? Bu 40-dırsa, bax, bu qövs 40-dırsa, bunun nə idi? Daxilə çəkilmiş bucaq sayıda söykəndiyi qövsün yarısı olacaq. Onda bura olacaq 20. Bizdən də bu 20-ni istəyirdi. Doğru cavab B variantını aldıq. 10-cu suala baxaq. Şahidlər nə deyir? Mərkəzlər O1, O2 nöqtələrine çevrilir. C və D nöqtələrində kəsişir. AB 18. Aha, kəsişir. Deməli, burada çevrilən mərkəzlər arasında. Mərkəzlər arasında məsafəni tapmaq üçün şahidlər nə edəcəm? Mən buradan buna bir dənə belə perpendikulyar indirəcəm. Buna perpendikulyardır. Buradan da eyni şəkildə perpendikulyar indirdim. İndi mən tutaq ki, bu M ilə burada da olsun K nöqtəsi. Mən MK-nı tapsam, MK. Deməli, MK-nı tapsam, elə MK nəyə bərabərdir? O1 ilə O2-nin məsafəsinə bərabərdir. İstədiyim cavabı alacam. Şahidlər, çevrədə belə bir xassiyyət var idi. Metrik münasibətlərdədir bu. Deyək ki, bu vətərdir. Düzdürmü? Bu vətər, bu da mərkəz. Mərkəzdən çəkilən radius əgər vətərlə perpendikulyardırsa, deməli bu nə olur? Bərabər şəkildə bunu bölürdü. Bu şəkildə olurdu. Yəni bu uzunluqlar bir şəkildə, yəni x şəklində bölünürdü. Bu qaydanı unutmayaq. İndi buna əsaslanaraq biz buradan A-dan C-yə qədər olan məsafəni bərabər şəkildə böldük. Bura olacaq x, burada olsun x. Eyni şəkildə mən bu hissəyə baxacam. CB-ni də bu şəkildə 2 bərabər C bölürəm. Burada deyəcəm mən y. Onda ümumi AB məsafəsi nəyə bərabər oldu? 2x üstə gələnsin 2y-a, o da bərabərdir. Şərtdə verib bizə 18-ə.
Hər tərəfi 2-yə bölsəm x-la y-in cəmi bərabər olacaq 9-a. Elə bizə bu x-dan y-in cəmi, baxın bu x-la y-in cəmi elə O1, O2 məsafəsini vermirmi? Verir. Deməli biz elə nə etdik? Eyni zamanda O1, O2 məsafəsini tapmış olduq. Doğru cavab D variantı olacaq. 11-ci suala baxaq. 11-də nə deyir şahidlər? Diaqonalları 18, 12 olan dördbucağının tərəflərinin orta nöqtənin ardıcıl birləşməsindən alınan dördbucağının perimetrini. Şahidlər, ixtiyari bir dənə dördbucaqlı çəkək. Deyək ki, belə bir dördbucaqlıdır. Bu dördbucaqlının orta nöqtələrin birləşməsindən alınan fiqurun adı paralleloqram olur. Və bu paralleloqramın da qaydada var. Deməli, bu şəkildə bu bərabərliyi göstərək. Bunlar orta nöqtələr deyir axı. Deməli, bunu da bu şəkildə eləyək. Burada olsun belə. Deməli, bu fiqur ki var, A, B, C, D. Bu fiqurun perimetri elə bu diaqonalların cəminə bərabərdir. Yəni, hansı ki, bizdə bu D1-dir, bu da D2-dir, düzdürmü? Onda elə həmin fiqurun, buradakı fiqurun perimetri, ortada alınan paralleloqramın perimetri nəyə bərabər olacaq? Bu iki dənə diaqonal. Bu diaqonallar da MK, bu da olsun YN olsun. Elə neçə olacaq onda? 18 ilə 12-nin cəmi eləyəcək 30. Doğru cavab D bəndi şahidlər. 12-ci sualda nə deyir bizə? ABCD rombunda YF AD-yə perpendikulyardır. BC 17, 4, YB-ni 4 verib. F-də YF-ə bərabərdir. Bu tərəflər, bax, F-də ilə Y-də bir-birinə bərabər. Şahidlər, gəlin belə bir şey deyim sizə. Rombun bütün tərəfləri bərabərdir, düzdürmü? Onda AB tərəfinin də uzunluğu neçə olacaq? 17 olacaq, düzdürmü? 4-ü varsa onda bura qalır 13. Mən bura x desəm, onda burada x olur və burandan qalır. Bax, bu hissə nə olur? Ümumi 17 idi, axı bura olacaq 17 çıxılsın x. Göründüyü kimi mən nəyi götürdüm? Deməli, baxın. Burada belə bir düzbucaqlı üçbucaq əmələ gəldi. Burası x, 17 çıx x. Burada 13. Pifaqor teoremini tətbiq eləyəcəm x-i tapmaq üçün. Olacaq x-in kvadratı üstə gəlinsin. 17 çıx x-in mötərizə kvadratı bərabərdir 13-ün kvadratına. Açılışını eləyək. X kvadratı üstə gəl. 289 çıx 34 x üstə gəl. X kvadrat bərabərdir 169. Buradan x kvadratı ilə x kvadratını toplasam, alınacaq 2x kvadratı, çıxılsın 34x, 289-dan da 169, buradakı 169, 289-dan da 169-u çıxsa 0, 2, 1, 120 çıxılsın, üstə gəlsin 120, keçirdim sol tərəfə 169-u, bu da bərabərdir 0-a, hər tərəfi 2-yə bölsəm x kvadrat çıx 17x, üstə gəl 60, bərabərdir 0. Buradan şahidlər mən nə etməliyəm? Viyyət teoremi tətbiq edelim. Buranda 60, toplayanda mənfi 17 eləsin. 5 ilə 12-dir. Deməli, x çıxılsın 5, x çıxılsın 12 şəklində yazacağım bunu. X bərabərdir 5, x bərabərdir 12 almış olacaq. Bizdən şahidlər, deməli, x 5 olmalıdır ki, x-i 5 götürsəm, bura olacaq 12, düzdürmü? Bizdən ikisini də mi verib? Elə x istəyir də, ikisinin də cavabını vermiş, elə birini verib. Ona görə elə bizim cavabımız neçə tapdıq? 12 cavabını tapmış oldu. Bizdə də D bəndində göstərir. 13-də nədir? Bərabər yanlı trapeziyadır. Bərabər yanlı trapeziyasa biz nəyi bilməliyik? Yan tərəflər bərabərdir və bu oturacağı bitişik bucaqlar bir-birinə bərabərdir. Bunu həmən qeyd edirəm. Sonra dalısını oxuyacağım. BH AD-yə perpendikulyardır. AH 3-dür. Buranın 3 olduğunu verib. BC-nin 8 olduğunu verib və AD-nin ümumi uzunluğunu istəyir. Onda mən buradan C-dən AD-yə bir dənə perpendikulyar endirirəm. Bu perpendikulyar endirdikdə biz nə görürük? Bu hissələrin bir-birinə bərabər olduğunu bilməliyik. Onda bu 3-dürsə, burada olacaq 3. CK deyək bura. CK hündürlüyü endirmişəm. Bu hissə 3-dür, burada 3-dür. Onda HK uzunluğu da burada neçədir? 8. Onda ümumi uzunluq AD nəyə bərabər olur? 3 üstə gəl, 8 üstə gəl, 3. Bu da eləyəcək 14. Doğru cavab B bəndini alacaq şahidlər.
14-cü sualımıza baxaq. 14-cü sualda nədir? Çevrəyə CB toxunanın siyah kəsəni çəkilib, CD 4 və 5 çevrənin diametrini. Şahirdlər, biz burada əvvəlcə nəyi bilməliyik? Bura bir x desəm, toxunanın düsturunu bilməliyəm. Deməli, toxunanın düsturuna görə x-in kvadratı bərabərdir. Baxın, bu 4 vurulsun, ümumi 4 plus 5-ə. 4 vurulsun, 4 plus 5-ə. Buradan x kvadrat bərabərdir 36-ya. X də bərabərdir 6. Deməli, bu hissəni necə tapdım? 6. Digər tərəfdən nəyə baxaq? İndi buranı silim mən. Digər tərəfdən nəyə bilmiş olmalıyıq biz? Baxın şəhidlər. Bu diametr. Eyni zamanda bu toxunana nədir? Perpendikulyardır. Bunu yadda saxlayaq. Göründüyü kimi burada nə alındı? Düzbucaqlı üçbucaq alındı. A, B, C necə üçbucaqdır? Baxın, bu düzbucaqlı üçbucaqdır. Bir kateti 6'dır. Bu katetine y desəm, o bir katet 9 verib. Onda y-in kvadratı üstə gəlsin 6'nın kvadratı bərabərdir 9'un kvadratına. Y-in kvadratı bərabərdir 81 çıxılsın 36. Y-in kvadratı bərabərdir 45. Y də bərabər nəyə? Kök altında 45. Kök altında 45. Bu da 9 vur 5 kimi fikirləşsəm, 9'dan nə çıxır? 3 kök altında 5. Doğru cavab C variantını alacaq şəhidlər. 15-ci suala baxaq. Nə istəyir bizdən? Aha. Mərkəzi O olan nöqtədən olan çevrənin daxilinə çəkilmiş üçbucaqda AB 8. Deməli, buranın 8 olduğunu gördük. Digər iki tərəfin uzunluğu fərqi isə 4'dür. Deməli, bura olsun şagirdlər AC-yə bir dənə mən x deyirəm. Burada olsun y. Bizə deyir ki, x ilə y-in fərqi 4'dür. Aha. Uzunluğa fərqi 4 olarsa, çevrənin uzunluğunu istəyir. Yəni, bizdən istəyir L bərabərdir 2 pi r və yaxud da ki, pi d. Deməli, nə tər tapacaq indi bunu? Pifagor teoremini tətbiq edəcəm. Hansına? Aha, Pifagoru burada göstərməmişəm. Deməli, baxın, bu A, B, C var. Ha, baxın, bu üçbucaq. ABC üçbucağına baxın uşaqlar. Bu düzbucaqlı üçbucaqdır. Bura 90 dəqiqə. Hardan bilirəm? Bu B bucağı var. Ha? Bax, bu B bucağı. Görürsünüz, bax, bu B bucağı. Bu B bucağı söykəndiyi AC göğsü var. Ha? AC göğsünün yarısıdır da. Bu AC göğsü neçə dərəcədir? 180 dərəcə. 180'in yarısı deyilmi bura? Daxilə çəkilmiş bucağıdır da. Düzdürmü? Söykəndiyi göğsünün yarısına bərabər. Onda 180'in yarısı neçə deyir? Bura olur 90 dərəcə. İndi buranı silək, səliqəli görsənsin. Deməli, burası 8 idi. Burada 90 dərəcəni gördük. Bura x idi, burada y. İndi biz nə edəcəyik? Pifagor teoremini tətbiq edəcəyik. 8'in kvadratı üstə gəlinsin y-in kvadratı bərabərdir x-in kvadratına, yəni hipotenuzun kvadratına. Buradan y kvadratını sola keçirsəm, x kvadratı çıxılsın y kvadrat bərabərdir 64'ə. Müxtəsərə görə açsam x çıx y, x üstə gəlsin y bərabərdir 64'ə. Buradan x çıxdı, y-in 4 olduğunu bilirəm. Onda bura neçə olur? 16 olmalıdır ki, 4'ü 16'ya vuranda 64 eləsin. İndi sistem tənliyə baxaq. Buradan x çıx y bərabərdir 4. X üstə gəlsin y bərabərdir 16 aldıq. Düzdürmü? Buradan tərəf-tərəfə toplasam 2x bərabərdir 20'yə, x də bərabərdir 10. Deməli, x-in 10 olduğunu görürəm. Y-in də neçə olacağında 6 olduğunu tapmış olacağım. Bizə nə lazımdır? Çevrənin uzunluğu. Yəni, x-in 10 olduğunu gördük. X 10'dur. 10'da bu diametri daxilə. Gətirib düsturda yerinə nəzərə alsaq, pi vurulsun diametri 10 tapdıq. 10 pi. Doğru cavabımız A variantını almış olacaq şahidlər. 16-cı sual. Nə istəyir bizdən baxaq. ABC-də düzbucaqlının diagonalları K nöqtəsində kəsir. Uşaqlar, diagonallar kəsişmə nöqtəsində nə edir? Hamısı bir-birinə bərabər şəkildə bölünür. Onda bu da 10'dur, burada 10'dur, burada 10'dur. AD 16 verib. CD'nin uzunluğunu istəyir bizdən. CD. Bax, bu uzunluğu istəyir bizdən. Şahidlər, bunun üçün biz nə etməliyik? Biz burada Pifagor teoremindən istifadə edəcəyik. Hansıdır? Baxın, düzbucaqlı bura. A, C, D üçbucağı. Baxın, bu üçbucağa baxın. Onda
AC-nin uzunluğu neçədir bizdə? 20, düzdürmü? Yazacağıq onda 20-nin kvadratı Pifaqor teoreminə görə hipotenuzun kvadratı bərabər x-in kvadratı üstə gəl 16-nın kvadratı. 400 çıxılsın 16-nın kvadratı 256 edir. Bərabərdir x-in kvadratı. Bunu sola keçirdim də. 400-dən 256 çıxanda 144 bərabər x kvadratına x də bərabərdir 12 almış olacaq. Bizdən də istənilənlə x-in qiymətidir. Doğru cavab 12. 17-ci sual nə deyir baxaq. ABCD kvadratının tərəfi 20-dir. Deməli, tərəflər 20-dir. Yazaq bunu. Aha, BY 5-dir. Bura 5-dirsə şahidlər. Onda bura neçə olacaq? 15. YD-ni istəyir. Yenə də burada kvadrat olmayan düzbucaqlı üstbucağı var. Hansıdır bu? YAD üstbucağı. Baxın, bu üstbucağı nədir bizdə? Düzbucaqlı üstbucaqdır. Onda bura mən bir dənə x desəm, nə olacaq? Pifaqor teoreminə görə 15-in kvadratı üstə gəlinsin 20-nin kvadratı bərabərdir x-in kvadratına. 225 üstə gəlinsin 400 bərabərdir x-in kvadratına. X kvadrat bərabər 625. Nəyin kvadratı 625 şahidlər? Təbii ki 25-in. Doğru cavab 25 almış olacaq. 17-ci sualda cavabımız nə olacaq? 25. 18-ci suala keçid eləyək. 18-də nə deyir? Deməli, verilənlər üstündə göstərilib. AC-nin uzunluğunu istəyir. Aha, AC-nin uzunluğu. Bax, bizdən buranı istəyir. Diqqətli olaq. Burada deyib x desəm. Mən nəyi bilməliyəm şahidlər? Burada qaydanı bilməliyəm. Metrik münasibətlərdə. Baxın, qaydamız necədir? Bu rəngi dəyişək. Qaydamız bax belədir. Bu hissə vurulsun bura. Yəni 3 vurulsun 3 üstə gəl 12 bərabərdir. Bu hissə vurulsun ümumi. Yəni 5 vurulsun. Yəni 5 vurulsun 5 üstə gəlinsin x-a. Buradan 3 vurulsun 15 bərabərdir 5 vurulsun 5 plus x-a. 15 ilə 5 ixtisar getsə burada 3 qalar. 9 bərabərdir 5 plus x-a, x də bərabərdir 4 alacaq. X-in qiymətini 4 tapdıq. Bax, buranı 4 tapmışıq. Amma bizdən istənilən nə idi? Ümumi buraydı, düzdürmü? Onda 5 ilə 4-ün cəmi eləyəcək 9. Doğru cavab 9 alacaq şahidlər. On 9-cu suala baxaq. Nə istəyir bizdən? 19-da. Parallelogram verib AD bucaqlarının təmələn Y nöqtəsində kəsişir, AD bucağını istəyir bizdən. Uşaqlar, bunu şifahi də demək olar. Mən şifahi deyim ki, burada cavab 90 dərəcədir. İndi gəlin izahını verək. Nəyə əsasən deyirik? Paralelogramın, uşaqlar, deməli, paralelogramın, qoy çəkək paralelogramın. Verilmiş paralelogramın tənbölənləri də düzdürmü? Bax, bu kəsişib, gəlib, bax, burada bu şəkildə kəsişib. Mən indi nəyə görə deyirəm bu 90-dır? Baxın. Bu tənbölənsə, bu x-dir, bu da x. Eyni ilə bunlar da tənbölən olduğuna görə bura y-dir, burada y-dir. Mən bilirəm ki, paralelogramın bir tərəfinə bitişik bucaqların cəmi, yəni 2x-la, yəni bu tərəflərə bitişik, burayla, buranın cəmi, 2y-in cəmi 180 dərəcədir. Onda hər tərəf 2-yə bölsəm, x-la y-in cəmi 90 olduğunu görürəm. Deməli, buna, bax, bu bucaqla, x-la, bu y-in cəmi 90-sa, yerdə nə qalır bu üçbucağa görə? Hansı üçbucağı deyək? Deyək ki, AK, D üçbucağı. Onda burada ümumi 180 olduğuna qədər daxili bucaqlar. Burada neçə qalacaq? 90 dərəcə. Cavabımız deməli 90 dərəcə. 20-ci suala baxaq. Şahidlər nə deyir? Çevrənin toxunanlarıdır. 70 verir buranı. ABC bucağının dərəcəsi. ABC, bax, bizdən istəyir buranı x-i. Şahidlər, mən bilməliyəm nəyi? Baxın. Bu qövs var, AC qövsü. Bu AC qövsünün yarısı 70-dir. Onda bu qövs neçədir? 140 dərəcə. Deməli, bura neçə dərəcədir? 140 dərəcə. Bu 140-ca, bu x-la da 140-ın cəmi 180 dərəcəyə bərabər. Onda x neçəyə bərabərdir? 40-a. Cavabımız 40-a bərabərdir. 21-ci sual nə deyir bizə baxaq? Daxilinə çevirə çəkilmiş ABC dördbucaqlısının daxilinə çevirə çəkilir. Deməli, bu çevirənin deməli, xaricinə bir dənə dördbucaqlı çəkilir demək istəyir.
Çəkək şəkli burada göstərməyə çalışaq. Bax, bu belə bir şəklimiz çəkilir bizim. Deməli, A, B, C, D. Burada indi bu toxunu biraz deməli, bunu biraz böyütsək. Aha. Deməli, bu tərəflərdən toxunub. İndi deyir bizə nə? AB 8-dir, BC 6-dır, CD isə 10-dur. Onda AD-ni istəyir bizdən x. Şayda xatırladım ki sizə, qaydamızdır bu bizim. Əgər verilən dördbucaqlının daxilinə çevrə çəkilibsə, onda qarşı tərəflərin cəmləri bir-birinə bərabərdir. Yəni 8 ilə 10-un cəmi bərabər olmalıdır 6 ilə x-in cəminə. 18 bərabər 6 üstə x-a, x-ə bərabərdir 12. Deməli, bizim cavabımız 12 alacaq. 22-ci sualımıza çatdıq. Yavaş-yavaş yekunlaşırıq şahidlər. Ümid edirəm ki, faydası dəyir sizə bu sualların izahını. Faydası dəyirsə şahidlər, kanala abunə olmağı unutmayaq. Hər birinizə təşəkkürümü bildirirəm öncədən. Sualımıza davam edir. ABC üstənin xaricində mərkəzi O nöqtəsində olan çevrə çəkilir. BAC 70-dir. Deməli, bu hissənin 70 olduğunu bildirir bizə. Onda bu daxilə çəkilmiş bucaqda baxın. Şahidlər, deməli, hansı? BAC. Daxilə çəkilirsə, onda bu qövs neçə dərəcədir? 140 dərəcədir də, düzdürmü? Bu 140 dərəcəsə, indi bizdən nə istəyir? Bu hissəni istəyir. Bu hissəni istəyirsə, mən nə etməliyəm? Mütləq şəkildə buradan mərkəzdən O ilə C-ni birləşdirirəm bu şəkildə. Bunu birləşdirdim mi? Ondan sonra mən bu bucaqların bir-birinə tərəflər, bunlar radiuslar da bax. Bunlar radius olduğuna görə bunların bir-birinə bərabər olduğunu bilirəm. Onda bu 140 dərəcəsə bu qövs. Bura nədir? Mərkəzi bucaq. Mərkəzi bucaq nəyə bərabərdir? Söykəndiyi qövsün dərəcə ölçüsünə. Bu 140-dır, onda burada 140-dır. Onda üst bucağın daxili bucaqlarına görə bunlar bərabər yanlı üst bucağına daxildir burada. Hansı üst bucaqdır? BOC necədir? Bərabər yanlıdır. Bərabər yanlı üst bucaq. Onda oturacağı bitişik bucaqlar bunlar nədir? Bir-birinə bərabərdir. 180-dən 140-ı çıxaram, eləyər neçə? 40. Sonra o 40-ı da mən yarıya bölərəm, eləyər neçə? 20. Deməli, bu bucaqlarım neçə dərəcədir? 20 dərəcə. Bizdən OBC-ni istəyir, deməli, cavab 20 dərəcə. Bax, bu bucağı istəyir, bax, bizdən buranı istəyirdi. 23-cü suala baxaq. ABCD düzbucaqlı, MNKY, FP isə 4-dür. Deməli, bu 6 bucağının bütün tərəfləri nəyə bərabərdir? 4-ə bərabərdir. Bunu bilək. Tərəfi 4 olan düzgün 6 bucağı. ABCD düzbucaqlısının perimetrini. Şahidlər, bu 6 bucağının bir daxili bucağı neçə dərəcədir? 120 dərəcədir. Onda bunun qonşusu bura neçə olacaq? Bax, bu hissə. Bu hissə olacaq 60 dərəcə. 60 dərəcə, düzdürmü? Onda bu hissə nəyə qalır? Düzbucaqlı olduğuna görə, bax bura, düzbucaqlı, üstbucaqlı olduğuna görə. Bura qalır 30. Rəngim biraz dəyişək, tam görünsün. Deməli, bura neçə olur? 30. Bura 30-sa, bax, burada göstərək ən yaxşısı bunu. Tam anlaşıqlı olsun deyə. Bax, belə bir şəkildir. Bura 4-dür, bura onda olur, dedik ki 60 dərəcə, burada olur 30 dərəcə, düzdürmü? Bunlar hamısı 4-dür də. 4 yox, bura 4 yazmayaq, bura 4, 4, bunlar yazaq. İndi bura düzbucaqlı olduğuna görə 30, 60, 90, 30 dərəcə bucaqlarının koordinat hipotenuzun yarısıdır. Deməli, 4-ün yarısı 2-dir bura. 60-ın qarşısı isə, bax, bu koordinat isə 2 kök altında 3-dür. Eyni şəkildə, bax, burada 120 dərəcə olduğuna görə burada neçə olacaq? 60. Burada olacaq 30 dərəcə. 30 dərəcənin qarşısındakı koordinat bura olacaq neçə? 30 dərəcənin qarşısındakı koordinat 2. 60-ın qabağı da neçə olacaq? 2 kök altında 3. Aha. Deməli, bizim düzbucaqlımızın eni neçə oldu? Eni oldu 4 kök altında 3. Aha, bunu tapdıq. Bu en. İndi uzunluğunu tapmaq istəyirik. Burada da eyni şəkildə bura 120 dərəcəsə, bura olacaq neçə? Bura olacaq 60 dərəcə, burada olacaq 30 dərəcə. Onda 30 dərəcə qarşısında koordinat burada 2.
Deməli, buradakı bu uzunluq neçə olur onda? Uzunu 8 oldu da. İndi biz bunun neyisi? Perimetrin. Perimetrini tapanda ne edeceğiz? Hayda. P beraber 2 vurulsun. Eni 4 kök altında 3. Üstə gəl uzunluğu 8. Bu da beraberdir. 8 kök altında 3 üstə gəlsin 16. Deməli bizim cavabımız nə olacaq? 8 kök altında 3 üstə gəl 16 cavabını alacaq. Belə də qalır cavab şahidi. 24'ə baxaq. ABC'də trapeziyanın oturacaqları 16 və 10'dur deyir. Aha, verilib üstündə. EMN orta xətt. Şahidlər, EMN orta xətdirsə, deməli mən yazım. EMN nəyə bərabərdir? Oturacaqların cəminin yarısına. 26, yəni 13. Deməli, EMN neçəyə bərabərdir? EMN 26 2'yə bölündü 13. 9 burası olacaq, bura 4. İndi burada nə göstərir? BK tənböləndir. Bax, bu nədir? Bu tənböləndir. Tənbölən isə bu şəkildə bölür. Onda burada bura nə alınır? Bax, bax bu bucaqla bura nə alır? Tənbölən olur, daxili çarpaz. Çünki MN-lə, bax MN-lə BC nədir? Paraleldir. Onda bu BK nə idi? Kəsənsə, iki paralel düzqatdan üçüncü düzqatla kəsişməsinə alınan bucaqlar var da. Uyğun bucaqlar, daxili çarpaz. Bax, burada indi daxili çarpazdır. Daxili çarpaz bucaqlar bərabərdir. Onda belə çıxır ki, bu üç bucağa baxsam, deməli, hansına baxırıq? MBK üç bucağına baxsam, bu yan tərəflər bir-birinə nədir? Bərabər. Çünki oturacağa bitişik bucaqları bunlar bir-birinə bərabər olduğunu gördüm. 4 ise onda burada 4 olacaq və orta xətt olduğuna görə bu M-in AB tərəfində nə edir? 2 bərabər hissəyə bölür. Onda burada 4 olacaq. AB-nin uzunluğunu istəyir elə bizdən onda. Elə olacaq cavab 8. Növbəti sualımız 25-ci suala baxaq. ABCD paralelogramında AY və DY tənbölənlərdir. AY və BDY tənbölənlərsə onda nə olacaq şahidlər? Tənbölən isə bayaq dedim ki, bu x-sa, bu x-sa, bu y-sa, bu y-sa. Mən bayaqlar dedim ki, bundan öncəki suallarını izahını elədim. Bu bucağım neçə dərəcədir? 90 dərəcə. Bu 90 dərəcədir. Onda mən bu xətti, hansı FY xəttini bu şəkildə uzadıram. FY xəttini uzadıram və nə alıram? FK deyək bura. Bura 8'dir, 8'dir. Buranın 3 olduğunu verib. Deməli, ümumi FK da nəyə bərabərdir? FK da elə CD-yə bərabərdir. FK da FK bərabərdir CD-yə, yəni 8-ə. Onda bura neçə olacaq? 5 olacaq. Şahidlər, deməli mən burada görürəm ki, tənbölənlərdir, paralelogram perimetrini tap. Aha. Bu düz bucaq təpəsindən çəkilibsə, onda düz bucaq təpəsindən 5 çəkilib, bu median alınacaq burada. Mediansa onda bunlar nədir? Bərabər şəkildə bölünür və düz bucaq təpəsindən median çəkiləndə şahidlər, biz nəyi bilirik? Bunların üçünün bir-birinə bərabər olduğunu bilirik. Eyni vəziyyətdə, baxın, buradakı şəklimizə baxsam, bu 5-dirsə, onda bura 5 olacaq, burada 5 olacaq. Burada 5 olacaq. Deməli, bizim paralelogramın bir tərəfi nə oldu? 8, digər tərəfi isə 10 oldu. Bunların perimetrdə nə olurdu? 2'yə vurulması. Yəni, 2 vurulsun 18, bu da eləyəcək 36. Bizdən də bunun perimetrini istəyirdi bizdən. Doğru cavabımız neçə olacaq şahidlər? 36. Ümid edirəm ki, şahidlər sualların izahını tam şəkildə, aydın şəkildə başa düşdünüz. Təşəkkürümü bildirirəm. Gələn video dərslərimizdə görüşənədək hər birinizə uğurlar arzulayıram. Sağ olun şahidlər.